Bu saat mən sənə qəribə bir şey göstərəcəyəm. Fizikanın özündə də bu qeyri-adi bir şeydir. Buraya. Bax, indi biz radionu şəbəkədən çıxardırıq. Çıxartdıq. İndi sən də, mən də parmağımızı qoyuruq bura. Qoyduq. Qorxma, qorxma, nədən qorxursan? Tok vurmaz. Hə, indi gəl qulaqlarımızı bir-birimizə yaxınlaşdıraq. Sən sağ qulağımı, mən də sol qulağımı. Hə, eşidirik? Heç nə eşitmirik. Doğrudan da heç nə eşitmirik ki. Görəsən, niyə belə olsun? Hə, aydındır. İzləliyyətsə məsələsi. Acından belə eləyirlər, Hə, çıx bunun üstünə, parmağı qoy bura. Bəs indi necə? Eşidirik? Musiqi verirlər. Deyirəm, sən nə eşidirsən? Çalırlar. Ata, görürsən niyə belə olur radiosuz? Hə, çox qəribə effektdir. Belə hallarda insan bədəni. Başdan ayağa suyun içindəsən ki, bəs pəncəyi nədir? Pəncəyi nə edirik? Pəncəyimiz yoxdur, əvəzində çirəyimiz, yağımız, qəndimiz var. Yeyin mənim şappana balalarım.